Hər kəsə salam uşaqlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Deməli, bugünkü dərsimiz Duyğular Adası, səhifə 67-də. Bir dəqiqə dərsin deməli adını işarələyim, sonra başlayırıq tapşırıqlara. Bu arada uşaqlar, siz kanala abunə olmağı unutmayın. Çünki həqiqətən bu çox önəmlidir. Baxıram kanala abunə olmursunuz, yəni kanala abunə olun həqiqətən. Çünki siz kanala abunə olsanız, mən də tez-tez video atarım. Nəysə, başlayırıq tapşırıq 1-dən. Deyir ki, sizcə sevgi niyə son ana qədər adanı tərk etmək istəmir? Çünki adı kimi sevirdi, bağlanırdı. Belə yaza bilərsiniz. Sonra 2, 3, 4 sizin nöqtənizə. Bir dəqiqə, mən bunlara plus qoydum. Amma x qoymalıyam. Tapşırıq 5-də nə deyir görək? Deyir ki, mətni oxuyub hansı nəticəyə gəldiniz? Fikirlərinizi söylənən rəylərə əsasən ümumiləşdirin. Bunu da sizin öz öhdənizə buraxıram, çünki fikir istəyir ona görə. 6-nı da həmçinin. 7-yə baxaq. Deyir ki, mətnin əsas hissəsi ilə bağlı fikirlərdən hansı doğrudur? A variantı. Əsas hissə təhkiyə şəklindədir. B variantı. Obrazların daxili aləmi bu hissədə açılır. C variantı. Mətndəki əsas fikir bu hissədə müəyyən edilir. D variantı. Əsas hissədə sevginin zənginliyə müraciət etməsi ilə başlayır. E variantı. Əsas hissə obrazlarının adada yaşamasının təsviri ilə başlayır. Deməli, doğru variant B variantıdır. Obrazların daxili aləmi bu hissədə açılır. 8-ə baxaq. Bu suallardan birinə mətndə cavab tapmaq olmaz. Baxaq. A variantı. Zaman nə üçün sevgini xilas edir? B variantı. Sevgi və digər obrazlar niyə məhz adada yaşayır? C variantı. Digər obrazların bəhanəsinə səbəb nə idi? D variantı. Ada nə üçün batırdı? E variantı. Hansı obraz sevginin səsini eşitmədi? Burada mətnə cavab tapmaq olmaz. Təbii ki, B variantı. Yəni, sevgi və digər obrazlar niyə məhz adada yaşayır? Sonra 9-a baxaq. Mətndə fərqləndirilmiş sözlərin leksik mənasını tapın. Bir dəqiqə, indi həmin o sözləri işarələyirəm, daha sonra mənalarını deyirəm. Deməli, uşaqlar, gördüyünüz kimi həmin o sözlər bunlardır. Xoşbəxtlik, yəni sevinç, hissi, daha sonra hüzün, qəm, kədər, təkəbbür, dikbaşlıq, lovğalıq, sevgi isə məhəbbət deməkdir. Və zənginlik sözü var orada. Zənginlik də varlılıq deməkdir. Burada sevgi sözünü işarələməmişəm, yadımdan çıxıb. İndi onu işarələyim. Əla. Sözlərin mənasını dediyimə görə də keçirəm tapşırıq 10-a. Deyir ki, təkəbbür sözünün sinonimi və antonimini tapın. Deməli, təkəbbür sözünün sinonimi lovğalıq, antonimi isə sadəlik deməkdir. Sonra bu uşaqlar 11-dən 16-ya qədər sizin öz öhdənizə buraxıram. Keçirəm 17-yə. Deyir ki, nöqtələrin yerinə aşağıda verilmiş söz birləşmələrindən uyğun gələnini yazın və nöqtələrin yazın və hansı cümlə üzvü olduğunu deyin. Birinci sözümüz nədir? Sözün qiymətini saldı yalanlar. Doğrunu danış, doğrunu danışan hörmətli olar. Deməli, birinci sözümüz doğrunu danışan olacaq. İkinci söz. Dənizçi fırtınada, əskər müharibədə, xalq isə ağır sınaq günlərində bəlli olur. Sonra. Gəncliyin sağlamlığın dəyəri itiriləndən sonra bilinir. Həzrət Əli buyurur. Deməli, belə uşaqlar, yəqin ki, bildiniz nə yazılacaq. Deməli, birinciyə yazılacaq doğrunu danışan, ikinciyə dənizçi, əskərin, xalqın, üçüncüyə də gəncliyin, sağlamlığın dəyəri. Belə, bunları yazacaqsınız. 18-19-da sizin öz öhdənizə buraxıram.
Belə bir videomuzun daha sonuna gəldik. Bu arada bundan sonraki dərsimiz səhəng içində nə varsa onu sızdırar. İnşallah onu da izah eləyəcəm. Siz də videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.